Salam ərz eləyəm əziz dostlara. Bir dənə çox yekədaşlarımızdır. Daşın divarəsində calib təraşəvarımızdır. Baxız, daşın üstündə bir hilal yondulubdur. Təraşəsi kamilən müşəxxəsdir. Dərinliyinə baxız. Hilal əgər tək gəlsə, imkanı çox olacaq ki, biz üçün casaz verə və casazın düz öz bəğəlində verər. Bəli, əgər baxsız, görəcəksiniz ki, hilalın altında bir coğən varımızdır. Təraşəsinə baxız. Hilal altındakı coğən. Bu qismətlərdə heç təraşə yoxdur. Bəli, baxsız, görəcəksiniz ki, daşın o tinində bir dənə də piysuz varımızdır. Bu şəm yeridir. Bunlar coğən hesab olmayı. Bunlar piysuzdular. Piysuzları ki, müdavim içində şəm yanıymış, onların içi qərə olar. Bəli, piysuzları ki, fəqət bir-iki seri içində piya şəm yanıymış, onların içi qərə olmaz. Bu bizim piysuzumuzdur ki, bir dənə məqbərənin yerin biz üçün görsədik. Cəhətdən də döyür. Həmişə coğəni ki, hilalın yanında olsa, biz üçün cəhət verər. Cəhət bu məsirdə verək. Əgər bu coğənimiz bu qismətdə olsaydı, bir yana sarı cəhət verəcəkdi. Daşa baxız. Çox yekəvi daşdır. Bu cür daşlarda qurdaxmə də olar. Bəli, bu biz üçün qurdaxmə vermək. Piysuz, hilal, coğən, bunlar ki, təbiət işidir. Və bizim vurudumuz bu qismətdədir. Baxız, daşın altında bir həşdi vurudu açılıbdır. Daşa bu qismətdən baxız. Daşın bu tərəfi kollən safdır. Daşın bu tərəfin kollən təraşı var idi. Və vurudu o qismətdən açılıbdır. Bizim yoldaşlarımız bu işi başlayıbdır. Feylən bir miqdar buranı götürüblər. Bəli, işlərin idaməsi qalır. Və bizim təsbitimiz surətəş nişanəsidir. Baxız, iki göz, bir ağız. Bu surətəşdir. İşi təsbit eləyik. Surətək. Məqbərədən nigəhbani eləyik. Buranı dostlar açıblar və torpağında bəğələ töküblər. Təzəlikdə bu işi açıblar. Torpağından da kamilən müşəxxəsdir və işin idaməsi daşın altında qalır. Gələk ora həmçinən qazıla. Fəqət bir miqdar götürüblər və mən də bu işi təyid eləyəm. Buranın idaməsi olacaq və ehtimali çoxdur ki, bu həşdi vurudun dalında bir dənə məqbərəmiz ola. Ki, özü üçün qəşəh məqbərə ola bilər.